Salamlayıram hər kəsi. Deməli bugün 5 iyul 2026-cı il Dövlət İmtahan Mərkəzi blok imtahanın ikinci cəhdini keçirmişdi və həmən ikinci cəhdə 3-cü qrup D variantından olan suallara birlikdə baxaq. D xəritədə göstərilmiş komendant idarə üstü dövrünə aid əyalətlərin ümumi cəhətlərinin düzgün verildiyi bəndi müəyyən edir. 2 Qarabağ əyalətidir, 3 Şəki əyaləti, 4 Şamaxı əyaləti. 1 isə Lənkərandır. 1 ilə 3-ü, yəni Şəki ilə Lənkəranı ərazisində Çar Rusiyasının müstəmləkə siyasətindən qarşı üsyan baş verməsi düzdür. 1831-ci ildə Lənkəranda, 38-də Şəkidə. Deməli, bir doğru cavabdır. 1 ilə 2, yəni Qarabağ və Lənkəran 19-cu əsrin 20-ci illərində təşkil edilmişdir. Qarabağ 1822, Lənkəran 26-cı ildə. Deməli, 2 də düzdür. 3 və 4. Deməli, 1 ilə 2 doğru cavabımızı bizim C variantı olacaq burada. 3 ilə 4-ə baxsaq, Şəki ilə Şamaxı kürəkçay müqaviləsini imzalamayıb, səhvdir. Pürüzdə kürəkçay müqaviləsini imzalanan nə Şəki nə də Şamaxı əyalət deyildi. 4-də deyir 2-4. Yəni Qarabağla Şamaxı müəyyən müddət Dərbənd quberniyası tərkibində olmuşdur. Yanlışdır, çünki Şamaxı özü ayrıca bir quberniya olmuşdur. Eləcə də Qarabağ Dərbənd quberniyası daxil deyildi. 32-ci sualda deyir, dövlətlərin ümumi cəhətlərinin doğru verildiyi sıraları müəyyən edin. Albaniya dövləti, Avropa Hun dövləti, 1-ci Göytürk, Uyğur dövləti, Ərəb dövləti. C ilə D, yəni 1-ci Göytürk dövləti və Uyğur dövləti. Çin üzərində uğurlu hərbi yürüşlər təşkil etməsi düzdür. 1-ci Göytürk dövləti Muğan xanım dövründə Çin astala salmışdır. Daha sonra isə Uyğur dövləti də Moyonçurun dövründə və ya Bölcük xaqanın dövründə Çinə uğurlu yürüş təşkil eləmişdir. 2-də ABC, yəni Albaniya, Avropa Hun və Ərəb xilafəti. Bizans ilə diplomatik münasibətlərin qurmaları. Albaniya baxaq düzdür. Cavanşirin dövründə 654-cü ildə. Avropa Hun dövləti Attillanın dövründə düzdür. Sülh müqaviləsi imzalamışdır. Ərəb dövləti isə Bizansla diplomatik əlaqələr qurmuşdur. Bəli, məsələn, Xürrəmlər üsyanı zamanı xəlifə Möhtəsim Bizansla müqavilə imzalamış və bütün qüvvələrini Xürrəmlərə göndərmişdir. 1-2 doğru cavabdır. C cavabıdır. B, Y-yə baxsaq, Avropa Hun və Ərəb dövləti. Aşina nəslindən səhvdir, Ərəb dövlətinə aid deyil. Cavab doğrudur. Y cavabı, digərlərinə baxmasaq da olar. Sonra 33-cü sualda Şah 33-də Şah 1-ci Təhmasib və Şah Məhəmməd Xudabəndəni verir. Paytaxtın yeni şəhərə köçürülməsi bu yalnız Təhmasibə aiddir. 1555-ci ildə dəyişmişdir. 1-ə gedir. Birə gedir A. Sonra Osmanlı dövləti ilə müharibələr aparıb. Hər ikisi Şah 1-ci Təhmasib uzun müddət Süleymanın yürüşlərinə qarşı mübarizə aparıb. Xudabəndə isə 2-ci Səfəvi Osmanlı müharibəsi başlayıb 1578-ci ildə. Deməli, burada 2-yə gedəcək B. Daha doğrusu 3-ə gedəcək B, çünki oxşara gedir. Osmanlı dövləti ilə sülh müqaviləsini imzalayan Şah 1-ci Təhmasib də Amasya müqaviləsini imzalayıb. 1-ə gedəcək AC. 1-ə AC olan 2 cavab var burada. D ilə Y. Molla Həsən döyüşündə Krım xanlığının məğlub edilməsi bu Şah Məhəmməd Xudabəndə aiddir 1578-ci ildə. 2-yə gedəcək D. Səfəvi sonrasında mənsub olması 3-ə gedəcək. Deməli, B ilə Y gedəcək 3-ə. Qalır Y cavabı doğrudur. 34-də uyğunluq gözlənilmişdir. Frank İmperatoru Böyük Karlın qələbəsi ilə bitmişdi Poitiers döyüşü. Böyük Karl deyildi, Karl Martel idi o zaman, səhvdir. Plus o zaman Frank İmperator deyildi. B-də deyir, Kordova dövləti ilə müharibə aparmışdır Frank hökmdarı Böyük Karl, düzdür. Böyük Karl dövründə
Kordova xilafəti məğlub olmuş və İspaniyanın şimalında kiçik bir ərazini Franklar ələ keçirmiş. B cavab doğrudur. C-də Frank dövlətində ilk qanunlar yaratmış böyük kral səhvdir, Ludwig yaradıb. İtalyanın tamamilə Frank dövlətinin tərkibinə qatmışdır. İmperator böyük Karl Martel səhvdir. Karl Martel imperator olmayıb. İtalyanın böyük bir hissəsini tutan böyük Karl'dır. Y. Frank kralı Ludwig Roma imperiyasından qalib gəlmişdir Sualsuzun döyüşündə. Ludwig o zaman imperator değildi. Səhvdir. Cavab. Həmçinin Roma imperiyası değildi. Roma suqut eləmişdi. Qərbi Roma. Deməli doğru cavabımız B-dir. 35-ci sualda Fransada 3-cü respublika mövcud olduğu illərdə Almaniyada 1870-1940 3-cü respublikada Fransada monarxiya devrildi. Düzdür 1918-ci ildə devrilmişdi və Almaniya respublika elan olmuş. Cavabımız A cavabı doğru cavabdır. 36-da doğru hadisə nəticə əlaqəsini müəyyən edin. A. Qaraqoyunluların Sərdürt döyüşündə Teymurları məğlub etməsi Teymurların Azərbaycan torpaqlarındakı hakimiyyətinə son qoyuldu. Qaraqoyunluların Sərdürt döyüşündə Teymurları məğlub etdi, düzdür. 1408-ci ildə Miranşahı Barayos'u məğlub elədi və Teymurların Azərbaycandakı hakimiyyətinə son qoyuldu. Doğru cavab A-dır. Sonra biz 37-yə baxsaq, 37-ci sualda deyir ki, 20-ci əsrin əvvəlləri Şimali və Cənubi Azərbaycan mədəniyyət tarixinə aid ümumi cəhət. Azərbaycan türkçəsində qəzet və jurnallar çap edilməsi düzdür, elə cavab A-dır. İlk ibtidai məktəb Şimali Azərbaycanda 1830-cu ildə açılıb, Qəza məktəbidir. İlk Rus Azərbaycan məktəbi 87-dir, səhvdir. Usul Cədid 69 səhvdir. Milli Teatr 1873 şimaldadır, 1909 cənubdadır. Cənuba aid olsa da şimala aid olmur. A cavabı doğrudur. Sonra 38-ci sualda 1-ci Qarabağ müharibəsi ilə 2-ci Qarabağ müharibəsinin oxşar cəhətlər. Azərbaycan Respublikası ərazi bütövlüyünü təmin etdi. 1-ci Qarabağ müharibəsi səhvdir, çünki orada məğlub olmuşduq müəyyən səbəblərdən. 2. Rusiyanın vasitəsilə hərbi əməliyyatlar dayandırıldı. Düzdür, atəşkəs elan olundu ki, düzdür. 3. Azərbaycanın yerli istehsal olan pualardan istifadə edib. Bu 2-ci Qarabağa aiddir. 1-ci Qarabağda bu pualarımız olmamışdır. Ciddi silah-sursat problemlərini özləşmişdir. Həm də o zaman PUA məsələsi, PUA kimi silahlardan istifadə yox idi müharibə tarixində. 4-də deyir, Füzuli və Cəbrayıl rayonlarının ərazisində hərbi əməliyyatlar aparıldı, düzdür. Məsələn, Füzuli Horadiz əməliyyatı nəticəsində 1994-cü ildə Cəbrayılın Cocuq Mərcanlı kəndi və Füzulinin 22 kəndi və Horadiz qəsəbəsi azad olundu. 2-ci Qarabağ müharibəsində isə rayon mərkəzləri azad olundu. 2-4 doğru cavabdır, Y cavabı. 39. Makedoniya İskəndərin hakimiyyəti dövrü üçün xarakterik deyil. Eradan əvvəl 336-323. Yunan şəhər dövlətinin azadlığına son qoydu. Bu aid deyil, çünki atası 2-ci Filip aiddir. Makedoniya dövlətinin imperiyaya çevrilməsi aiddir. 330-cu ildə Əhəmənilər tutaraq biri çıxıb, ikini çıxdıq, biri götürdük. Əhəməni dövlətinin süquta uğradılması aiddir. 3-də çıxdıq, 330-da süquta uğradıb. Atropatena dövlətinin hərbi yürüşə təşkil edilməsi, Makedoniya İskəndərin dövründə Atropatena dövlət olmayıb. Atropatena və Albaniya Makedoniya İskəndərin ölümündən sonra yaranıb. Müqavimətə baxmayaraq bütün Hindistanı işğal etməyib, Hindistan yalnız şimal-qərbini tutub. 1-4-5 doğru cavabdır, A cavabı. 40. Azərbaycan Sasani İmperiyasının tərkibində Xostaq olub, Səlcuqların dövrüdür, səhvdir. Qazı yəni olmuyor ümumiyyətlə. Qazı ərəblərin dövründə məhkəmə işlərinə baxan hakim olub. Ərəb xilafətinin tərkibində Cizyə olub, Amil olub, Vecihə məmur satrap Əhəmənilərin dövründə olub. 1A, 2A, B. Olacaq C cavabı. 41-də Kartlı Çarı 2-ci İraqlı və Qarabağ xanı İbrahim Xəlil xanın Gəncə xanlığına hücumu nəticəsində Şahverdi xan Ziyədoğlu hakimiyyətə gətirir. Səhvdir, Şahverdi 1747-52-ci illərdə hakimiyyətdə olub və dövləti idarə eləmişdir. Gəncə xanı Qazaq və Borçalı olan iddialarla bir dəfəliyə çəmiyib, sonra Cavad xan oraya iddialar eləmişdir. Gəncə xanlı ilk hakimiyyətdə yarandı, düzdür, 1780-83-cü illərdə. Doğru cavabdır. Sonra biz davam eləyək sualına. Deməli 44-cü deyir ki, nədir? 1955-1967-ci il arasındakı dövrə aid olan ifadələri müəyyən edin. Böyük sıçrayış 1958 Çin aiddir, bir düzdür. Flonqnik böhranı 82-dir, 2 səhvdir.
İçini biz götürmürük. İçi səhvdir. Avropa İqtisadi Birliyi 1957 düzdür. Ərəb Baharı 2010'dur, səhvdir. Körfəz müharibəsi isə 1991 birinci, 90-91 birinci körfəzdir, 2003-cü ildə isə ikinci körfəzdir. Deyir, olan götürülürsə burada cavab 1 ilə 3-dür, D variantı doğrudur. Sonra iki testə baxsaq, Mehranilər soyasının Albaniyada hakimiyyətdə olduğu dövrə aiddir, 637-5. Babək səhvdir, 816-837-dir Babəkin rəhbərliyi dövrü, ona görə yanlışdır. Maniçilik təlimi yaranması 3-cü əsrdə səhvdir. Amid döyüşü 371 səhvdir. Ərəblərə qarşı Azərbaycan cənubunda üsyanın baş verməsi, ərəblərə qarşı düzdür, 643-44-cü, 44-45-ci illərdə Ərdəbildə baş vermiş. 3-cü Mehmed Vaçaq xanın xristianlığı yaymaq çalışması bu 488 Ağqoyun keçəməlidir. 45-də D-dir cavab. 46. Şimali Azərbaycan 19-cu əsrin 50-ci və 70-ci illər tarixinə aid oxşar cəhətlər. Qafqaz canişinliyin tərkibində olması düzdür. 1844-1883-də olub Qafqaz canişinliyi. Yeni quberniyyalar yaranması düzdür. Səhvdir. 1853-də 59-da daha doğrusu Bakı quberniyası yaranmalı, amma 68-də sonuncu Yezavetpol quberniyasıdır, səhvdir. Kəndlərin hərbi vergi alınması səhvdir. 1887-dir. Neft emal edən zavodların tikilməsi düzdür. Məsələn, 1859-cu ildə Ağ Neft Zavodu Bakıda, 70-ci illərin sonunda isə fabrik zavodun sayı artmışdı. Deməli, cavab 1 ilə 4 olacaq. Burada cavab B variantı doğrudur. Sonra 47-də deyir, yeni sülalə və dövlətin əsasını qoydu. 1160-cı ildən etibarən bölgə tipi Şəmsəddin Eldənizdir. 1186-cı ildə hakimiyyətə gəldi. Bu Qızıl Arslandır. 1 və 2-ci abzaslar haqqında bəhs edilən hökmdarın ümumi cəhətləri. Şirvanşahlara tabi edilməsi düzdür. 1-ci Axstanın hər ikisi tabi eləyib. Deməli, 1 doğrudur. Sultan titulu yalnız Qızıl Arslana məxsus səhvdir. Dəbil əmirliyin dövlətə birləşdirilməsi bu Şəmsəddin Eldənizə aiddir. Monqolların yürüşünə qarşı mübarizə aparılması səhvdir. Monqollar 13-cü əsrdə Azərbaycana yürüş edib. Deməli, burada cavabımız olacaq. Yalnız bir A variantı. Yalnız bir A variantı. Sonra 48-də 10-cu əsrin ikinci yarısında Azərbaycanda meydana gəlmiş müstəqil feodal dövlətlərdən biri idi. Paytaxtı Gəncə Şəddadilər dövlətidir. Mətndə bəhs olunan dövlətdən fərqli olan Salarilər dövləti 11-ci əsrdə süquta uğradılmışdır. Səhvdir. Şəddadilər özü 11-də süqut eləyib. 1088-də, Salarilər isə 981-də. Gürcülərə qarşı mübarizə ikisi də aparıb. Ona görə səhvdir. Fərqli deyir bizə. Azərbaycan torpaqlarının var şəkildə Salarilər birləşdi. Düzdür. Azərbaycan cənubunda meydana gəlib Salarilər düzdür. Cavab B variantı doğrudur. Biz 49-cu sualla davam eləyək. 49-cu sualda deyir ki, Azərbaycan Respublikası 20-ci əsrin 90-cı illərin əvvəlləri Naxçıvan Messerinin adına Sovet Sosializm sözü götürülməsi bu 1990-cı ilin noyabr ayının 17-sindədir. Bu zaman Azərbaycan Respublika deyildi, Azərbaycan SSR idi. Ona görə bir səhvdir. 2. 21-ci yüzilin ilk 10 ili, yəni 2001-2010 bütün çadır şəhərcələri ləğv edib, düzdür, 2007-də ləğv olunub. 3. 21-ci əsrin 10-cu illəri, yəni 2010, 11-2020. Qarabağ Dirçəliş Fondu yaradılıb, səhvdir. Çünki bu Qarabağ Dirçəliş Fondu yaradılıb 2021-ci ilin yanvarı. Deməli, səhvdir. 21-ci əsrin 20-ci illəri Şuşa şəhərində Dünya Azərbaycanlarının 5-ci düzdür. 2022-ci ildə Dünya Azərbaycanlarının 5-ci qurultayı keçirilib. Deməli, cavabımız 2-4 Y cavabıdır. Çox yaxşı suallardır. Əhsən, təşəkkür. Belə suallar üçün Dövlət İmtahan Mərkəzi və onun ekspertlərinə, bu istiqamətdə çalışan şəxslərə. Əldə deyir, səbəb nəticə əlaqələrinin doğru verildiyi bəndi müəyyən edin. Səbəb Hindistana gedən dəniz yolunun kəşf edilməsi, nəticə Volqa-Xəzər ticarət yolunun əhəmiyyəti itirməsi səhvdir. 1667-də bu daha da canlanan pülüsdə dəniz yollarından sonra, böyük coğrafi kəşflərdən sonra dəniz yolları canlanır. Əhəmiyyətini itirən İpək yoludur. Səbəb Stepan Razinin quldur dəstəsinin Dərbənddən Gəncə qədər sahilboyu yaşayış məntəqələrini qarət etməsi, nəticə Səfəvi və Rusiya dövlətləri arasında hərbi münaqişə baş verməyib, səhvdir. Çünki onu Rusiya çarı tərəfindən 1671-ci ildə edam edildi. Səfəvi Rus dostluğunu pozmaqda günahlandırıldı Stepan Razı. C.
Səbəb Şimali Qafqazda Rusiyanın qalalar inşa etməyə başlaması. Nəticə Rusiya dövləti bütün Xəzəryanın torpaqları işğal etməyib, səhvdir. C. D. Səbəb İpək yolunun əhəmiyyətini itirməsi. Nəticə səbəb dövlətin iqtisadi tənəzzül baş verməsi doğrudur. D cavab. 51. Şimali Azərbaycan 19-cu əsrin əvvəlləri tarixinə aid doğru hadisə nəticə əlaqələrini müəyyən edin. 19-cu əsrin əvvəlləri dünya iqtisadi böhranının 20-ci əsrin əvvəlləri daha doğrusu dünya iqtisadi böhranının baş verməsi neft sənayesinin təmərküzləşmə sürətləndi, düzdür. 1. 2. Neft sənayesinin ilk inhisarların yaranması, neftli torpaqların hərraz yolu ilə satışa çıxarması səhvdir. İlk inhisar 1880-ci illərdən yaranmağa başlayıb. 1893-cü ildə Ağ Neft Zavodu Sahibləri İttifaqı var. Amma hərraz yolu ilə satışa 1872-ci fevral ayının 16-sında iltisamın ləğvi iləndir. Deməli burada B səhvdir, 2 səhvdir. 3. 1903-cü il əsasnaməsinin qəbul olunması, dövlət kəndləri arasında təbəqələşmə güclənməyib, səhvdir. 4. 1913 Ağrar qanununun qəbul edilməsi, dövlət kəndləri, daha doğrusu dövlət kəndləri arasında təbəqələşmə gücü, dövlət kəndləri əsaslanma, dövlət kəndləri arasında təbəqələşmə, düzdür, bu qanun dövlət kəndlərinə şamil olunmuşdur. Əslində belə baxdıqda və onlara əlavə pay torpaqlarını verirdi və bu da onların arasında təbəqələşməni sürətləndirə bilərdi. Əslində deməli 1 ilə 3 doğru cavabdır. Biz 4-ə baxsaq 1913-cü Ağrar qanunları dövlət kəndlərinə şamil olunmayıb, sahibkar kəndlərinə şamil olunub. Deməli burada cavab 1-3 doğru cavabdır. 52-ci sualla davam edək. 52-ci sualda deyir ki, Eradan və 1-ci əsrdə Romaya qarşı Parfiya ilə müttəfiq olan dövlətin paytaxtını müəyyən edin. Romaya qarşı Parfiya ilə müttəfiq olan Atropatenadır, bu da Urmiyagölün aşağısıdır elə. 2-dir, cavab B cavabıdır. Doğrudur. 53. Azərbaycanda erkən Tunc dövrünə aid olan xarakteri xüsusiyyətləri müəyyən edin. Dulusçuluq və toğuzluq kimi sənət sahələri neolitdə yaranıb, səhvdir. Dini ayinlərin icrası üçün ibadətgahların tikilməsi düzdür, erkən Tuncdan başlayıb. Əhalinin dağlıq və dağətəyi zonada məskən salması da düzdür. Metalın ilk dəfə hazırlanması neolit dövrüdür, səhvdir. Şumlama zamanı qoşqu ilanı istifadə edilməsi düzdür. 2, 3, 5 doğru cavabdır. 54. Heydər Əliyevin Azərbaycan SSR-yə rəhbərliyi dövründə həyata keçirilmiş sosial-iqtisadi tədbirlərə aid deyil. Bakı metrosunun ilk 6 stansiyasının işə başlanması səhvdir. Bu 1967-dir, bu aid deyil. Məişət kondisionerləri zavodu onun dövrünə aiddir, 1975. Qoxuslara pasport verilməyə başlanması İmam Mustafayevin dövründəndir, 1959, səhvdir. Ağdam Xankəndi Dəmir yolu Heydər Əliyevin dövründə 1979. 1-3 doğru cavabdır. 54. 55-ci sual. Osmanlı dövlətinin ələ keçirdiyi ərazilərin xronoloji ardıcıllığını müəyyən edin. 2 Misirdir. 3 bu Tunis və ya şeydir, Liviyadır. Sonra 1 isə İstanbuldur. Burada cavabımız 1 olacaq. 1453 2-ci Mehmet İstanbulu tutur. Sonra 1517-ci ildə 16 Mecid-Abıq döyüşü vardı əvvəlki kitablarda. Sonra Qahirəni ələ keçirir, Misri tutur. 1-2. Ardınca Afrikanın şimalında müəyyən bir ərazilər ələ keçirilib. Cavab 1-2-3 doğru cavab hesab edə bilərik. Suallar yaxşıdır, yaza bilənlər rahat yaza bilər. 56. Osmanlı İmperiyasının durğunluq və geriləmənin daxili səbəbləri, mərkəzi hakimiyyətin nüfuzdan düşməsi bir düzdür. Beynəlxalq ticarət yolu xarici səbəbidir. Hərbi lent sistemin tamamilə ləğv edilməsi səhvdir. Tamamilə ləğv olunma 19-cu əsr 30-cu illərin əvvəllərdir. O da artıq dağılma dövrünə düşür. Ordu qurucunun nöqsanların artması düzdür. 1-4 doğru cavabdır. Azərbaycan Xalq Cümhuriyyəti Tiflis, Gəncə, Bakı dövrü. Azərbaycan Türk dilinin dövlət dili elan olunması. Tiflis dövrü 28 may 1918-dən 16 iyuna kimi davam edir. Gəncə dövrü 16 iyun 1918-dən 17 sentyabra qədər davam edir. Bakı dövrü 17 sentyabrdan sübutuna qədərdir. Azərbaycan Türk dili 27 iyunda dövlət dili elan olunub. O gedir, daha doğrusu 1, 2, 3 olaraq qeyd eləsək. Azərbaycan Türk dilinin dövlət dili elan olunması A cavabı gedir Gəncə dövrünə. Sonra Azərbaycan parlamenti yaradılması haqqında qanun noyabr ayındadır, gedir Bakı dövrünə. B. Sonra Osmanlı dövlətinin AXC-dən dövlət müstəqilliyini tanıması. Bu Tiflis dövrüdür 4 iyunda. C gedir 1-ə.
Kəndlərə pulsuz torpaqların verilməsi, pulsuz torpaqlar verilməyib kəndlərə səhvdir. Sonra konstitusiya qəbul olunmayıb, burada səhvdir. 1C, 2A, 3B doğru cavabdır. 1C, 2A, 3B. Burada isə yanlış qeyd olunub, Tiflis dövrünə B götürülüb. Azərbaycan parlamenti yaradılması haqqında qanun noyabr ayıdır, Bakı dövrüdür artıq bu. Deməli, B3-ə gedəcək. Situasiya gəldikdə İngilis parlamenti Boston çay qonaqlığı adlanan hadisədən sonra Boston limanında ticarət fəaliyyətini dayandırdı. Dözülməz qanunlar adlanan sənəd İngiltərə parlamentinə qəbul edildikdən sonra 1773 sentyabrın 13-də koloniyaların 12-si 1-ci kontinental konqresdə toplandı və təcili şəkildə müharibəyə başlamağın zərurluğu vurğulandı. 2 il sonra başlayan müharibənin əvvəlindəki döyüşlər koloniyaların ruh yüksəkliyi yaratdı. Saratoga'da baş verənlər isə İngilis ordusu üçün əsl faciə idi. Müharibənin gedişində müstəqilliyini elan etmiş dövlət Qərbi Avropanın aparıcı dövlətlərinin köməyi ilə İngilisləri müharibədə məğlub etdi. 58 mənbədə bəhs olunan müharibədə İngilislərə qarşı mübarizə aparan Qərbi Avropa dövlətlərinin ikisinin adını Fransa, İspaniya, Hollandiya doğrudur. İkisi burada düz yazılıb. 59. Bəhs edilən müharibənin İngiltərin məğlub olmasının mənbədə göstərilmən iki səbəbini yazın. Bir, bu Amerika Birləşmiş Ştatlarının, yəni Amerika xalqının, yeni dövlətin istiqlaliyyəti uğrunda mübarizə idi, müstəqilliyi uğrunda mübarizə idi. Bir də ona köməklərin olunması. Məsələn, Avropada İngiltərənin əsas rəqibləri olan Fransa, İngiltərənin, həmçinin İspaniyanın, daha doğrusu Fransanın, İspaniyanın və Hollandiyanın kömək göstərməsi. Bu qeyd olunan da cavabdır. Döyüşlərin İngiltərədən çox uzaqda aparılması düzdür. Bu böyük xərc tələb edirdi İngiltərə dövləti üçün və bu xərc İngiltərənin iqtisadi vəziyyətinə ağır mənfi təsir göstərirdi. Bir də İngilis hücumları, yəni Fransanın yeni dövləti Amerika Birləşmiş Ştatlarının kömək etməsi olar. 60 haqqında bəhs olunan müharibənin gedişində müstəqilliyini elan etmiş dövlətin qalib gəlməsinin iki nəticəsini qeyd edin. 1. İngiltərə ABŞ müstəqilliyini tanıdı, düzdür. Kanada İngiltərədə qalırdı, düzdür. Allegan dağlarından Mississippi çayına qədər yeni dövlətin sərhədləri çərçivəsində İngiltərə tərəfindən tanındı. Və koloniyalarda İngiltərənin müstəmləkəçiliyinə son qoyuldu.